Salam doktorlar, hər vaxtınız xeyir olsun. Bugün bizim ilk dərsimizdir. İlk dərsimizdə biraz giriş olaraq da hərəkət aparatı haqqında biraz qısa məlumat verib, səthlər və oxlar haqqında məlumat verdikdən sonra kəllə sisteminə keçəcək və kəllə sümüklərinin tək-tək anatomiyasını izah edəcək. Mən bu appin linkini videonun altında paylaşacağım. Aşağı kursda olanda sümük sistemini bu proqram vasitəsilə öyrənmişdim. Çox köməyimə dəymişdi. Amma sadəcə sümük hissəsi pulsuzdur. Əzələ hissəsini və digər orqanlar sistemini də öyrənmək istəsəniz, ona əlavə ödəniş etməlisiniz. Mən əlavə ödəniş etdim, hər ehtimal ki, yaxşı öyrənək. Keçək, başlayaq. Bu bizim skelet sistemimiz, dayaq hərəkət sistemimiz. Normal yaşlı insanlarda 200-ə yaxın sümük vardır və bunun 34-ü tək yerdə qalanı cüt sümüklərdir. Əsas burada nəyə önəm verməlisiniz? Mütləq ki, latıncanı bir içim su kimi bilməlisiniz. Nəyə görə? Latıncanı indidən aşağıdan təməlini qoysaz, yuxarı kursa keçdikdə TUS imtahanında və yaxud Almaniyaya geçsəz, aprobasiya imtahanı həmçinin, ya da irəlidə radioloq olmaq istəyirsiniz, ya da cərrah olmaq istəyirsiniz. Siz mütləq ki, bu latıncaları əzbər bilməlisiniz. Çalışın həmişə latınca ilə öyrənin. Azərbaycancasını da bilin, amma gücü verin latıncaya. Demək, biraz qısa məlumat verək buradan da. Kəllə kranium adlanır, os kranium. Döş qəfəsi, kavea toraks, sonra yuxarı ətraf, bir dəqiqə uzaqlaşdırım. Yuxarı ətraf membrum superior, aşağı ətraf isə membrum inferior adlanır. Bu bizim dayaq hərəkət sistemimiz. Histologiya hissəsini, yəni sümüyün histologik quruluşunu özünüz oxuyarsınız. O qədər dərinliyinə girmək istəmirəm. Artrologiya hissəsini isə sümükləri keçə-keçə öyrədəcəm. Başdan öyrədib də uzatmaq istəmirəm ona görə. Ümumiyyətlə, insan orqanizm xarici görünüşünü vizual şəkildə öyrənərkən o şaquli vəziyyətdə dayanmış, üzü önə çevrilmiş, əlin ovuc səthi önə, baş barmaqlar bayra baxmaqla, yuxarı ətraflar sallanmış halda təsvir edilir. Biz insan orqanizminin vəziyyətini, orqanların yerləşməsini və bir-biri olan münasibətini idrak etməyimiz üçün bəzi səthləri və oxları da düzgün analiz etməyə bacarmalıyıq. Bu, irəlidə radiologiya bölümü üçün də çox vacib bir məqamdır. Deməli, 3 səthimiz və 3 oxumuz var. Birinci səth sagital səth gedir. Bu səth bədəni öndən arxaya doğru gedərək 2 hissəyə bölür. Latıncada sagitalis gedir. Bədəni 2 hissəyə bölür, yəni sağ və sol hissəyə bölür. Sonra isə keçirik transversə və yaxud köndələn kəsik. Köndələn kəsik isə bədəni yuxarı və aşağı hissəyə, yəni superior və inferior hissələrə bölür. Koronal plen, yəni digər adı isə frontal səth gedir. Frontal səth isə bədəni ön və arxa hissələrə bölür. Bunlardan əlavə radiologik şəkildə qoydum burada, dəqiq görünsün deyə. Bu köndələn kəsiyimizdir. Köndələn kəsikdə radiolojiyada belə görsənir. Sonra sagital kəsikdə isə belə yandan, koronal kəsikdə isə bu cür görünür. Frontal kəsik yəni. Sagital kəsiyin meyit üzərində, yəni kadavr üzərində olan şəklidir. Bunu mən tibbi forumdan götürmüşəm, anatomi bölümündən. Bu cür yadımızda qalsın deyə vizual olaraq. Sonra bir dənə də sagital kəsik. Bir dənə də. Bu da ümumi cəmləşdirilmiş halıdır. Hamısının eyni anda necə bölür səthlərə. Bu da sümük sisteminin içində. Bu isə oxlar haqqında olan şəkildir. Mən bu şəkli DocCheck saytından götürmüşəm. Əgər aranızda Almaniya irəlidə hazırlaşmaq istəyən varsa, dərsləri semestr boyu keçə-keçə qısa-qısa məlumatları bu saytdan almanca oxuya bilər. Çox gözəl şəkillər var və məlumatlar var. Deməli,
Üç dənə oxumuz var: sagital, frontal və vertikal. Sagital aksiya, yəni sagital ox bədəni öndən arxaya. Bir dəqiqə götürək bunu. Öndən arxaya. Frontal və üfüqi frontal ox isə sağdan sola. Yəni bizim sağımız bu tərəfdə şəkildə görə sağdan sola. Digər isə vertikal və yaxud şaquli ox yuxarıdan aşağı çəkilir. Deməli, yuxarıdan aşağı. Biraz əyri oldu, amma neysə. Belə, yəni oxlarımız da bunlardır. Çox bunların üstünə düşməyin. Bunlar əsasən irəlidə radiologiya bölümü üçündür, amma yenə də giriş məlumat üçün bilməyiniz sizin üçün yaxşı olar.